Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Nurani Nadir Qafarzadənin 55 yaşı tamam olub. Akşam Nöqtəsi xəbər verir ki, sənətçi sosial şəbəkədə video paylaşarak yubileyini bağda qeyd etdiyini bildirib. Dostlarımın hamısı təklif etdi ki, ad günü et, biz də gələk. Dedim ki, evinizdə oturun, məni də rahat buraxın. İstədim ki, gəlinlərim, oğullarım və nəvimlə bağda qeyd edim. 55 yaşım mübarək, amma özümü 35 yaşdan da az hiss edirəm. Ruhən cavanam, enerjiyəm, potensialım hələ çoxdur. Hələ ki, yaşamağa dəyər. Nəvəm Nadiri də görüm, sonra baxarıq. Elə istədik bağda yığışaq, tontuşlarla, geçirdik bu ad gününü, balaca bir süfrə düzəltdik. 55 olsa çox böyük bir süfrə gözləyirdi. Yəni, böyük bir məclis, amma istəmədim. İstədim belə kompakt olsun, minimalka olsun. İndi mənə deyirlər, bunu da mənim kiçik qızım hazırlayıb bu tortu. Hələ dadmamışam, amma özünə oxşayır. Tontuş da özü kimi tortu da dadlı olar. Çox, belə hiss edirəm. Murad mənim də tort göndərib dadaşıb sağ olsun. Onu saxlamışam sonraya. Bu əvvəli birinci seriyada, o ikinci seriya. İndi söndüreyim bunu, söndürmüyorum. Söndürürüm, benim həyatım sönmüş olur. Yox, öncəki şkala söndür. Necə? Konfedə. Bir ya qəndlə, bir dənə qənd gətir, şamı qəndlə söndürək. Doğrudan. Qənd, orada bir dənə qənd xahiş edirəm. Bizlərə çəkilişimiz davam edir. Seriyalımız çəkirik. Bir dənə qənd, belə full əmiyim, hə? Bu da təzədir, bu da Ramaldanovun xanımının, mənim böyük bacımın ideyasıdır. Yox, mənə əvvəldən o cür deyil. Füləməzlər yəni. Siz ona çapmıyorsunuz. Qənd elə bükürlər ki, deməli neynlə? Belə sadəcə. Ürəyində arzu muradı bu deyib. Arzular çoxdur, ay bacı. Bacı! Hamısını yetirsin. İnşallah belə söndürüm, hə? Gör, əlim yandı. Söndürdüm. Bunu sonra yiyeyim. Onunla çay içərsin. Gördünüz? Bundan sonra belə eləyim. Yəni bir də o nəfəsinizi torta vurmayın da. Bayramımız mübarək, bayram mübarək, 55 yaşım mübarək. Amma 55 deyil, 35'dən də özümü asist edirəm. Yəni ruhən cavanam, enerjiliyəm, dinamikam, potensialım hələ çoxdur. Hələ ki yaşamağa dəyər. Hələ nadir çıxıdı görüm, sonra baxarım. Öpürəm sizi.